vaxtınız xeyir olsun. Xoş gördük hər birinizin növbəti video dərsimizdə. Biz sizinlə bundan əvvəlki dərslərdə cümlə üzvləri haqqında danışmışıq. Bugün isə danışırıq dərslik səhifə 76-da. Deməli, xəbər haqqında, cümlənin baş üzvlərindən biri olan xəbər haqqında, xəbərin növləri, fe'li xəbər və ism xəbər. Gəlin başlayaq. Cümlənin xəbərini müəyyən edin, suallarla uyğunlaşdırın. Adətən cümlənin xəbəri cümlənin sonunda gəlir, daha çox cümlənin sonunda gəlir və cümlənin sonunda gəlir və hansı suallara cavab verə bilər? Gəlin birlikdə öyrənək. Deməli, Türkan mətni oxuyur. İndi oxuyur sözünün yerinə sual qoyuram. Türkan mətni nə edir? Oxuyur. Və ya qarşısından yazaq B. Bu bulağın suyu təmizdir. Bu bulağın suyu necədir? Təmizdir. C. Ömərin anası müəllimdir. Ömərin anası kimdir? Müəllimdir. Quşların yuvası oradadır. Quşların yuvası haradadır? Oradadır. Neynədik? Sözün yerinə, uyğun sözün yerinə sual sözünü qoyduq. Sual əvəzliyini qoyduq. İndi davam edək. Burada kimdir, neydir, haradadır, necədir sözlərinə, suallarına uyğun olan sözlər cümlənin xəbəridir. Cümlələrin xəbəri iki cür ola bilər. Fe'li xəbər və ismi xəbər. Fe'li xəbərlər fe'llə ifadə olunur. Fe'ldən başqa digər nitq hissələri ifadə olunarsa biz ona ismi xəbər deyirik. Deməli, xəbərlər nədir? İki növ var. İsmi xəbər, fe'li xəbər. Fe'li xəbərin sualları nə edir, nə etdi, nə edəcək, nə olub, nə olur, nə olacaq və s. Əsgərlərə məktub yazırıq. Əsgərlərə məktubu nə edirik? Yazırıq. Cəfər mövzunu başa düşdü. Cəfər mövzunu nə etdi? Başa düşdü. İsmi xəbər nədir? Kimdir? Haradır? Neçədir? Necədir? Və s. Kitab çox maraqlıdır. Kitab çox necədir? Maraqlıdır. Əlinin anası həkimdir. Əlinin anası kimdir? Həkimdir. Suallara cavab verməklə cümlələri tamamlayın. Xəbərlərin növünü müəyyənləşdirin. Bayrağımız necədir? Bayrağımız, məsələn, 3 rənglidir. Yazaq qarşısına. Sonra yazırsınız, müəllimə, niyə yazmadınız? Yazaq. Bayrağımız 3 rənglidir. Mən rəfdən kitabı nə etdim? Götürdüm. Yerləşdirə bilsəm yazacağım. Sonra bura haradır? Bura məktəbdir. Mənim bacım kimdir? Mənim bacım həkimdir. Sərçələr necədir? Sərçələr balacadır. Səliqəsiz yazdım. Ustalar nə etmişdilər? Təmiri bitirmişdilər. Bitirmişdilər. Davam edək. Cümlələrdə xəbərləri tapın. İsmi və ya fe'li xəbər olduğunu müəyyənləşdirin. Ərazi qalın meşəlikdir. Ərazi qalın nədir? Meşəlikdir. Təbii ki, burada olacaq ismi xəbər. Cizgi filmləri maraqlıdır. Cizgi filmləri necədir? Maraqlıdır. İsmi xəbər. Şagirdlər müəllimi diqqətlə dinlədilər. Şagirdlər müəllimi diqqətlə nə etdilər? Dinlədilər. Fe'li xəbər. Biz bu günlərdə kəndə gedəcəyik. Nə edəcəyik? Gedəcəyik. Fe'li xəbər. Zəhmət olmasa videonu dinlədiyiniz sırada şərhlərdə qeyd edin. Və çalışın ki, videonu maksimum bəyənəsiniz. Davam edək. Cümlələrin xəbərlərini tapın. Uyğunluğu müəyyən edin. Sənin qiymətin 5-dir. Neçədir? 5-dir. İsmi xəbər C-yə uyğundur. Baxın, burada 1. Dincəlmək üçün dayandılar. Nə etdilər? Dayandılar. Fe'li xəbər A-ya uyğundur. Sabah hava soyuyacaq. Nə edəcək? Soyuyacaq. C-yə uyğundur. Bu işin səbəbkarı onlardır. Kimdir? Onlardır. B-yə uyğundur.
Xəbərləri frazoloji birləşmələrlə ifadə olunan cümlələri seçib köçürün. Biz qonaqları yola saldıq. Nə etdik? Yola saldıq. Deməli, yola salmaq, təbii ki, yola salmaq frazoloji birləşmədir. Həqiqi mənada işlənmir. Xəbərləri frazoloji birləşmələrlə ifadə olunan cümlələr deyir, seçib köçürün. Biri köçürəcəyik. Lalə həyəti süpürür. Nə edir? Süpürür. Süpürür sözü frazoloji birləşmə deyil. Məstan kölgədə uzanıb. Nə edib? Uzanıb. Burada uzanıb sözü xəbərdir və frazoloji birləşmə deyil. Müəllim jurnala nəzər saldı. Nəzər salmaq frazoloji birləşmədir. Ona görə də bu cümləni köçürəcəyik. Babam keçmiş günləri yadına saldı. Yada salmaq frazoloji birləşmədir. Bugün səhər gəmilər yola düşdü. Yola düşmək frazoloji birləşmədir. Onlar vətən uğrunda döyüşdülər. Döyüşmək frazoloji birləşmə deyildi. Ətrafda heç kim gözə dəymirdi. Gözə dəyməmək frazoloji birləşmədir. Deməli, əziz dostlar, gəlin bir daha qaydanın üzərindən keçək, tam başa düşək. Dedik ki, xəbər cümlənin əsas üzvüdür, yəni baş üzvüdür. Mübtəda və xəbər cümlənin baş üzvüdür. Xəbərin iki növü var, ismi xəbər və feili xəbər. Feili xəbər feillə ifadə olunur. Frazoloji birləşmələr də bura daxildir. İsmi xəbər isə isim və digər əsas nitq hissələri ilə ifadə olunur. Digər nitq hissələri ilə ifadə olunur. Yəni, məsələn, cümlənin xəbəri sifətlisə, o demək deyil ki, o ismi xəbər deyil. Və yaxud cümlənin xəbəri əvəzləşdirsə, o da ismi xəbərdir. Cümlənin xəbəri saydısa, o da ismi xəbər hesab olunur. Belə. Bir daha suallarını siz burada əzbər bilməlisiniz. Feili xəbər nə edir, nə etdi, nə edəcək, nə olub, nə olur, nə olacaq suallarından birinə cavab verir. İsmi xəbər nədir, kimdir, haradır, neçədir, necədir, nə cürdür, hardadır və s. suallardan birinə cavab olur. Videonu bəyənməyi unutmayın. Görək bu videoya nə qədər bəyəni gələcək. Videolarımız kifayət qədər izlənir. Amma bəyənmə sayımız aşağıdır. Ona görə də çalışın videoları izləyib keçməyin. Videoları bəyənin və dostlarınızla paylaşın. Belə, sağ olun. Gələn dərslərdə görüşmək ümidi ilə. Hələlik.